Hər zaman sizə məhsullarımızdan istifadə edib nəticə alan şəxsləri paylaşmışam. Bu dəfə də illərdir artıq məndən profilaktik məqsədlə özü, ailəsi üçün məhsullar əldə edib istifadə edən izləyicimin mənə demədən məhsulların profilaktik adı ilə alıb, amma aldığı möhtəşəm nəticəni, yəni özündə bildiyi problemi sınamaq üçün aldığı nəticəni sizlərlə bölüşəcəm. Səsi açın və sona qədər həmin şəxsin öz dilindən bu nəticəni dinləyin. Ceyhun bəy, sabahınız xeyir, necəsiniz, nə var, nə? Neçə gündür istəyirəm səs atım sizə. Nəsə bir baxdım, olmur, alınmır. İndi də yadıma düşdü. Deməli, siz mənə kardioseps xitazan yazmışdınız. Bağırsaqlarıma görə, əsas da xitazana. Xitazan deməli, mən də sizə deməmişdim. Babasir var idi, qanaxmalar olurdu. Deməli, o xitazanı mən səndən bəri, hardasa bir 10 gündür də içirəm. Babasirim tam sağalıq demək olar ki. Yəni bir dənə qanaxmazat söhbəti, heç nə yoxdur. Allah sizin köməyiniz olsun. Nə qədər dərman edirdim, nə qədər şambal edirdim, heç birinin xeyri olmurdu. 10 günə xitazan həll elədi o məsələni. Bəli, bu bizim aldığımız möhtəşəm nəticədir. Əgər siz də bu problemdən əziyyət çəkirsinizsə və yaxud qorumaq istəyirsinizsə, özünüzə uyğun Tibet proqramını əldə etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Bu problemdən əlavə digər xəstəliklərdən də özünüzdə və yaxud ailə üzvlərinizdə varsa və Tibet proqramları ilə qorumaq istəyirsinizsə, artıq yaranıbsa, bərpa etmək istəyirsinizsə, mənimlə yenə də əlaqə saxlayıb özünüzə uyğun olan proqramları əldə edə bilərsiniz. Özünüzə yaxşı baxın. Kimin nə sualı olarsa, şəxsi də mənə yazsın, hamısını cavablandıracağam və sizə köməklik göstərəcəm.